Elçin Usta, bayaq Üzeyir Ustaya qəşəng protiv getdim, ləzzət elədi, belə xoşum gəldi. Bu əhvalat danışdı, belə sosun, sən də indi bu təcrübəli adamsan, bir başıma gələn, o bayaq Çelikin ürəyə getdi, spamizan verdiniz, neynədiniz, onun nə məsələdir, onu danış görək. Deməli, bir müştərimiz var, 3.6 Jeep Grand Cherokee sürmüş. Bu maşınında mən hər yerindən yağ axıdan yeri, su axıdan yeri, hamısını düzəltdim, hazır elədim, yaxşı, əyalla, ideal vəziyyətdə. Mənə qayıt dedi ki, bir dənə bunun arxa mostun vtulkalarını dəyişərsən. Dedim, sür, başımız qarışıqdır. Nəsə elə bir yarandı ki, bizim elektriklərdə bunun bakını düşürdü, bakın içini yasıydı, benzin filtri, nasosun azadına baxış keçirdəsiydi. Qardaş, nəsə bunlar kardanı açıblar, sallayıblar aşağı. Bu da gətirdi, necə lazımdır. Elə mostun vtulkalarını da atdı qabağıma ki, bunlar da dəyiş. Da kardan açılır. Dedim, hə, dəyiş. Bunun mostun vtulkalarını dəyişdim. Maşını yığdıq üstündə sürdük. Həfsü. Zəng elədi, mən həmin vaxtı zəngini açamadım. Sabahsı günüsü maşın sürdü gəldi, bu maşın dırıltı verdi. Aparıb daçnikdə maşın batırıb. Harada? Daçnikdə maşın, qumluqda maşın batırıb. Qaşa, daçnik kababıdır. Gəldi, baxdıq, təzədən mən öz cibimdən mostun vtulkalarını aldım, dəyişdim. Yenə düzəlmədi, dedilər mostun vtulkasındandır. Mən də sürürəm, yəni bu buna oxşamır. Maşın yiyəsi də qayıdır, deyir ki, qardaş, filan kəs var, güclü ustad, mostun vtulkaları dubl-kartdır, sən orijinalını qoy. Dedim, yaxşı, orijinalını gətir, orijinalını qoy. Belə, bu uzandı. Bir gün oldu, 2 gün, 2 gün oldu, 4 gün, 4 gün oldu, 10 gün, 10 gün oldu, 15 gün. İndi orada Çelikin ürəyə getmək söhbətindən danışacağım. Nəsə, mən bu maşının kardanını sökdüm, separatoruna baxdım, separator dağılıb. Separator dağılıb, padvisuna cırılıb və ən axırda problem gəlib çıxıb bublikdə. Bublik məsələsini həll eləyən momentdə Çelikin yanında amortizatorun pnevması partladı. Mən də getmişəm həmin o kardanı kardan ustasına balansa. Yığdılar ki, Çelikin ürəyə gedib, özümü yetir bura. Gəldim, çatdım, Çelik uzadıblar, belə bir divan var ora. Dəsmanla yerləyirlər, üzünə sıvırırlar. Yəni, o balon söhbəti, amortizatorun balonu, yəni o partlayanda hər yer toza dumana qarışır. Yəni, hava yığılır da. Hə, hava yığılır, o da avtomatik olaraq maşın qaldırırsan, podiyomniklə, təkərlər sallanır aşağı. O da zəif nöqtəsindən partlayır, cırıq-cırıq olur. Həm momentdə də kimsə özündən bir xəbər, yəni xəbərsiz vəziyyətdə yanında partlasa, heç mən olum. Hamının ürəyi gedir. Düzdür, qardaşın ürəyidir, çox da qorxmaz, amma nəysə, buyur qardaşım. Hə, indi olar da qardaşım. Bu, Çelikə benzin iynədilər, bu Çelik ondan. SMS-lə kodla.